Hər kəsə salam. Bu gün sizinlə içi bol kremli, pambıq kimi yumuşaq, ətirli sinabon bulkaları hazırlayırıq. Videoya keçməzdən əvvəl kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Bir qaba 250 ml ilıq süd, 1 çay qaşığı instant maya, 3 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırırıq. Daha sonra üzərinə 2 ədəd yumurta, 5 xörək qaşığı duru yağ və 1 çimdik duz əlavə edib qarışdırmağa davam edirik. Sonda isə 600 qram unu ələyib, üzərinə 1 çay qaşığı qabartma tozu əlavə edib yumşaq bir xəmir yoğururuq. Xəmirin üzərini örtüb təxminən 1 saat isti bir yerdə mayalanmağa qoyuruq. Xəmirimiz gələnə qədər içliyini hazırlayaq. Bunun üçün yarım stəkandan biraz çox şəkər tozu, 1 xörək qaşığı yarım darçın və 1 çay qaşığı nişastanı bir qabda qarışdırırıq. İçliyimiz hazırdır. Kremi üçün 100 qram şəkər pudrası, yəni 4 xörək qaşığı, 2 xörək qaşığı krem pendir, 100 ml süd, 1 xörək qaşığı yumşaq kərə yağı və 1 paket vanili blenderla tam bir kütlə halına gələnə qədər yaxşıca çırpırıq. Mayalanan xəmirin havasını əlimizlə çıxarıb masanın üzərində düzbucaqlı formada yayırıq. Xəmirin hər tərəfinə yumşaq kərə yağı çəkib və hazırladığımız darçınlı qarışımı üzərinə səpirik. Daha sonra xəmiri rulet şəklində bururuq. Mən ruleti 10 bərabər hissələrə bölürəm və bunu sapla edirəm, çünki bu şəkildə edəndə daha səliqəli alınır. Bulkaları bişirəcəyimiz qəlibi əvvəlcədən yumşaq kərə yağı ilə yağlayıb, biraz da unlayırıq və bulkaları bura düzüb, üzərini örtüb yarım saat saxladıqdan sonra əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 20 dəqiqəyə bişiririk. Bulkalar sobadan çıxan kimi hələ isti ikən hazırladığımız kremi hər tərəfinə bolca tökürük. Krem tam canına çəkib soyuyana qədər gözləyirik. Baxın, pambıq kimi yumşaq və möhtəşəm sinabonlarımız hazırdır. Resepti bəyəndisə, rəylərdə fikirlərinizi mənimlə bölüşün. Hər birinizin rəyi mənim üçün çox önəmlidir. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Hələlik.